Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə ardıcıl ədədləri izah edəcəm. Ardıcıl ədədlər nədir, necə olur, nə cür olur? Əslində ardıcıl ədədlər balaca bir izahı var. Amma burada eyni zamanda ardıcıl ədədlərin sayı, yəni ardıcıl bir sırada hədlərin sayı desək daha doğru olar. Ardıcıl sırada hədlərin cəmi, R artan hədlərin cəmi, yəni bu kimi alt başlıqlarda biz öyrənəcəyik. Bu dərsdə hamısının izahını verəcəm. Və siz bu dərsi öyrənəndən sonra rahatlıqla məsələn 1-dən 78-ə qədər neçə dənə ədəd var? 1-dən 78-ə qədər ədədlərin cəmi, bunları hətta siz məsələn 4-dən 100-ə qədər 4 artan ədədlərin cəmini belə rahatlıqla tapa biləcəksiniz. Yəni mən buna sizə sözüm verirəm və bir düsturla yox. Ki, yəni məsələn sonuncu çıxılsın birinci, bölünsün məsələn R üstə gəlsin 1. Yəni bu düsturla əslində yəni düsturdan istifadə edəcəksiniz. Mən bu düsturu da sizə verəcəm, amma ümumi olaraq yəni bir düsturla yox. Sadəcə izahını biləcəksiniz ki, nəyə görə o düstur o şəkildə yazılıb. Kimsə yatıb durub deməyib ki, bu düsturla hədlərin cəmini və yaxud da ki, sayını öyrənəcəyik. Yəni necəsə tapılıb o da. Okey, başlayaq ardıcıl ədədlərdən. Deməli, ardıcıl ədədlər iki tam ədəd arasındakı fərq müsbət 1 və ya mənfi 1-dirsə, belə ədədlərə ardıcıl ədədlər deyilir. Nə deməkdir bu? İki tam ədəd arasındakı fərq. Məsələn, tutaq ki, 15, 16. 15, 16 və yaxud da ki, 14 də götürə bilərsiniz. Bu ikisini də götürə bilərsiniz, bu ikisini də götürə bilərsiniz. Bunlar arasındakı fərq nədir? Məsələn, 15-dən 16-nı çıxsaz, mənfi 1. 16-dan 15 çıxsaz, 1. Düzdürmü? Aralarındakı fərq və yaxud da ki, 15-dən 14 çıxsaz, 1. 16-dan 15 çıxsaz, mənfi 1. Bunlar üçü də ardıcıl ədədlərdir. Yəni, 15-in ardıcıl ədədidir daha doğrusu. Niyə? Aralarındakı fərq 1 və ya mənfi 1-dir. Yəni, A və B ədədləri ardıcıl adlandırılırsa, ya A bərabərdir B plus 1 olmalıdır, ya da B bərabərdir A plus 1 olmalıdır. Bu nə deməkdir? Yəni, bunu əzbərləməyinizə ehtiyac yoxdur. Sadəcə bu o deməkdir ki, yəni A B-nin bir vahid çoxudur və yaxud da ki, B A-nın bir vahid çoxudur deməkdir. Okay. Belə bir halda hər bir ədədin bir vahid böyük və bir vahid kiçik olmaqla iki ardıcıl ədədi olur. Məsələn, 15 ədədinin 2 dənə ardıcıl ədədi var. 14 və 16. İndi isə ardıcıl sıralara baxaq. Ardıcıl ədədlər bu qədər. Bu sizə necə lazım ola bilər? Məsələn, sizə 2 dənə bir ədəd verər. Tutaq ki, plus 4 və 2x plus 8 ədədlərini ardıcıl eləyən x-ləri tapın deyirsə, biz bilirik ki, ədədlər ardıcıldırsa, onlar arasındakı fərq ya 1 olmalıdır, ya da mənfi 1 olmalıdır. Əgər ki, bu 2x plus 8, x plus 4-dən böyüksə, bundan bunu çıxsam, nə eləyəcək? 1 eləyəcək. Yox, əgər kiçikdirsə, fərqi mənfi 1 eləyəcək. Ona görə bir dəfə 1-ə, bir dəfə də mənfi 1-ə bərabər eləyib x-ləri tapmalıyam. 2x plus 8 çıxılsın x minus 4. İndi deməyin ki, niyə minus yazdım? Mötərizədə yazmalıydım bunu. Çıxılsın belə yazmalıydım. O da açanda bu şəkildə olur. Çıxılsın x minus 4 bərabərdir 1. Buradan x bərabərdir. 8-dən 4 çıxsam 3. 8-dən 4 çıxsam 4. 1-dən də 4 çıxsam mənfi 3 eləyər. Deməli, birinci x-imiz mənfi 3 imiş. Mənfi 3-ü qoysam bura mənfi 1 olar. Yox, 1 olar. Burada isə mənfi 3, mənfi 6, burada 2 olar. Baxın, biri 1 oldu, biri 2. Ardıcıl oldular və 2x plus 8 böyük oldu x plus 4-dən. Və bir də kiçik olan halına baxaq. 2x plus 8-dən çıxsam x minus 4-ü bərabər eləyər mənfi 1-ə. Burada da x bərabər olar. 8-dən 4 çıxana 4. 4-ü də bura atsam mənfi 5 eləyər. Bu zaman deməli birinci ədədim olacaq mənfi 1. İkinci ədədimdə olacaq mənfi 2. Bu səfər yenə ardıcıl oldular. Amma aralarındakı fərq nə oldu? Mənfi 1. Yəni 2x plus 8 kiçik oldu x plus 4-dən.
Bu şəkildə həll edə bilərsiniz. Okay, ardıcıl ədədlər haqqında bu qədər. İndi ardıcıl sıralara baxaq. Ardıcıl sıra. Mən buna ritmik sırada deyirəm, çünki öyrəndiyim kitabda ritmik, aritmetik sıra yazılıb. Aritmetik və ya ritmik sıralar. Deyir ki, aralarındakı fərq sabit olan sıralar aritmetik və ya ritmik sıralar deyilir. Nə deməkdir? Məsələn, 2, 4, 6, 8 artır, düzdürmü? İndi baxın, bir-bir artmır. Bir-bir artmır. Bir-bir artmırsa, bir-bir artmırsa, buna biz deyə bilmərik ki, bu ardıcıl sıra deyil. Aralarındakı fərqə baxaq, 2-2 artır daimi. Yəni fərq nədir? Sabitdir. Ancaq 2-2 artır. Əgər fərq sabitdirsə, deməli bu nədir? Ardıcıl cüt ədədlərdir. Ardıcıl ədədlər deyil, ardıcıl cüt ədədlərdir. Yəni bunların, bu ritmik sayıların da müəyyən bir adlandırılması olur. Bunun da adlandırılması nədir? Ardıcıl cüt ədədlər. Eyni zamanda nə ola bilər? 3, 5, 7, 9, nəyə qədər? 2n plus 1-ə qədər getsə nə olacaq? Bu olacaq ardıcıl tək ədədlər. Yenə aralarındakı fərq sabitdir. Ona görə, yəni 2-2 artır. Ona görə ardıcıl tək ədədlər deyə bilirik bu arada. Bu da bir ritmik sıradır. Ardıcıl bir sıradır. Okay, indi bu ardıcıl sıralar nədir bildik? Onlar arasındakı hədlərin sabit olduğunu da bildik. Arasındakı fərqin sabit, hədlərin arasındakı fərqin sabit olduğunu da bildik. İndi bəs mən sizə sual versəm ki, tutaq ki, 1-dən 88-ə qədər neçə ədəd var? Və yaxud da ki, məsələn, yaxşı, 13-dən 88-ə qədər neçə ədəd var? Bu hədlərin sayını tapmaq öyrənəcəyik. Və yaxud da ki, indi 1-dən 88-i bildin. 13-dən 88 bir vahid, biraz çətin sualdır. Məsələn, yaxşı, bir də desəm ki, məsələn, 12-dən 64-ə qədər 2-2 artan, məsələn, 2-2 artanlarda neçə hədd var? Bu da bir vahid çətin sualdır, amma bunların da hamısına baxacağıq. Bunların hamısı hədlərin sayı alt başlığında yığmışam. Baxaq, öyrənək və bundan sonra da qabağımıza çıxan bütün sıraların hamısının hədlərinin sayını rahat bir şəkildə tapa biləcəksiniz. Okay. Əgər sıra 1-dən başlayıb ardıcıl şəkildə davam edirsə, problem yoxdur. Sıranın sonuncu həddi neçədirsə, hədd sayı o qədərdir. Məsələn, 1, 2, 3, 30-a qədər gedir, düzdürmü? Necə ki, oturub saymırsınız, 1-dən 30-a qədər. 1, 2, 3, 4, 5, 6. Yəni 30-a qədər sayırsa, deməli orada 30 dənə də ədəd var. Baxın, 0-dan başlayırsa demirəm, ha, 1-dən başlayırsa. 1-dən başlayıb 30-a qədər gedirsə, 30 dənə ədəd var deməkdir burada. Burada heç bir problemimiz yoxdur. Bu rahatdır. Bəs yaxşı. Dedik, sıra 1-dən yox, başqa bir ədəddən başlayarsa, məsələn, 17-dən 30-a başlayarsa necə olacaq bəs? Onu da durub 17-dən 30-a saymağınıza ehtiyac yoxdur. Çünki səhər günü 17-dən 530 desə, durub o qədər şey saya bilməyəcəksiniz. Nə edirsiniz? Lap deyək ki, 17-dən 530-a qədər, düzdürmü? 17-dən 530-a qədər necə tapırsınız? 1-dən 530-a qədər bilirsiniz ki, %100 530 dənə ədəd var, düzdürmü? Və siz bu 17-dən başlayırsa bu sıra, 1-dən 16-ya qədər olanları da bilirsiniz. Neçə dənədir? 1-dən 16-ya qədər olanlar neçə dənədir? 16 dənə. Və sizdə nə deyir? Deməli, siz bu 17-dən 530 istəyirsinizsə, 17-dən 530-a qədər olan sıranı istəyirsiniz. Bu arxadakıların hamısını silməlisiniz 1-dən 16-ya qədər. Yəni, ümumi 530 dənə var. 1-dən 530-a qədər 530 dənə var. Və sizə bu ilk 16-sı lazım deyil. Çünki sıra 17-dən başlayır. Onda bu 530-dan 16 çıxırsınız. Qalır 514 dənə. Bunu da burada da belə çəkib izah eləmişəm. Niyə indi 17-dən 30-dan 16-nı çıxırıq, 17-dən çıxmırıq. 530-dan 16-nı çıxırıq, 17-dən çıxmırıq. Bunu mən dərsi keçəndə şagirdlərimə sual verirdilər ki, niyə 30-dan 16-nı çıxırsan? Onun da izahını verəcəm. 1-dən 30-a qədər 30 dənə hədd var. İlk 16-sını çıxsaq, 30 çıxılsın 16, 14 olduğunu tapırıq. Burada problem olmur. Yəni 30-dan 16 dənəsini çıxırıq, 14 dənə həddim var. Nədən? 17-dən 30-a qədər. 17-dən 30-a qədər 14 dənə hədd var. Niyə 17-dən 30-a qədər deyəndə 1-dən 17-yə qədər olanın çıxmırıq, 1-dən 16-ya qədər olanı çıxırıq. Çünki baxın, 17-dən 30-a qədər deyirsə, düzdürmü? Bu geridə qalan nədir? Geridə qalana bir dənə baxın. 1-dən 16-ya qədər olandır da, düzdürmü? Mən də sizə deyirəm ki, 1-dən 16-ya qədər də tapın. Bilirsiniz ki, 1-dən 16-ya qədər 16 dənə ədəd var, düzdürmü? Və bu 1-dən 30-a qədər isə bilirsiniz ki, 30 dənə var. 1-dən 30-a qədər 30 dənə var, düzdürmü?
İndi bu 1-dən 16-ya qədər olan hissəni silin, at. Yəni silin buranı, at. 1-dən 16-ya qədər də 16 dənə var idi. 30-dan 16 çıxanda 14 qalacaq. Çünki niyə 17 dənəni silib atmırsınız? Çünki sizin sıranız 17-dən başlayır deyir. 17-dən 30-a qədər. Sizə bu 17-dən 30-a qədər olan sıra lazımdır. 1-dən 16-ya qədər olan sıra lazım deyil. İndi deyirəm ki, başa düşdünüz. Başa düşmədinizsə geriyə alın, təzədən bir dəfə də baxın, başa düşəcəksiniz. İndi okey, biz nəyə bildik? 1-dən 30-a qədər tapmağı bildik. 1-dən başlayıb hər hansı bir ədədə qədər. Hətta biz hər hansı bir ədəddən, məsələn 17-dən 30-a qədər ədədlərin sayını tapmağı bildik. Bəs yaxşı, indi mən deyirəm ki, bu başlasın məsələn 21-dən 36-ya qədər. 3-3 getsin. Yəni 1-1 yox, 3-3, 3-3. 3-3 gedəndə burada neçə ədəd olur? İndi gəlin buna baxaq. Bunun bir də bir düsturu var, amma mən sizə düsturu vermək istəmirəm. Birinci düsturu baş salmaq istəyirəm. Ümumiyyətlə uşaqlar, baxın, bunu biraz bu sol tərəfə alıram, buradan yazmaq istəyirəm. Mühüm olan sıra 1-dən yox, başqa bir ədəddən başlayıb 1-1 deyil, r qədər artanlardadır. Okey. Hər hansı bir x-dən bizim sıramız başlasın və r artsın. Yəni məsələn 5-dən başlasın, 5-5 artsın. 10, 15, 20 nəyə qədər? Neçəyə qədər? Yəni bu 5 plus 5 r-ə qədər. 5-5 artırsa 5 plus 5 r də burada nədir? Belə deyim də artma vahididir. 5-dir. Yəni, tutaq ki, bunu da belə yazmağımız düzgün çıxmaz. Tutaq ki, məsələn 50-yə qədər. Bəs yaxşı, mən bunu sıra şəklinə necə ümumi bir hala sala bilərəm? Baxın belə, birinci həddimiz x-dir. İkincisi isə x plus, burada mənim bir dənə r-im olacaq. Artım deyilən bir şeydir o. X plus r. Yəni x-im 5-dirsə, x plus r-im də artımım da nədir? 5-5, düzdürmü? Onda r-im nəyə bərabər olacaq? 5-ə bərabər olacaq. Okey. Onda üçüncü elementim nə olacaq? X plus 2r. Dördüncü elementim x plus 3r. Və ən sonuncu elementim nə olacaq? X plus y r. Yəni y ən axırıncı element neçədirsə və yaxud da ki nr də deyə bilərsiniz buna. Başa prosta nr demək istəmirəm, çünki indi başa salacağam niyə demək istəmirəm. Yəni baxın, bu sıra var ha. Bu sıra nə deməkdir elə? r artan müəyyən bir ədəddən başlayıb r artan bir sıradır. O sıranın ümumi halıdır. Yəni burada məsələn x-ə 5 desəz, x-ə 5 desəz, r-ə də 5 desəz, bu nə olacaq? 5 x plus r, yəni 5 plus 5 10, x plus 2r 5 plus 10 15, x plus 3r x, yəni 5 plus 15 20 və 50-dirsə də burada y neçə olacaq onda? Yəni bir növ 50-dirsə neçə olur? 45, y'miz onun 9 olur hardasa. 9 olur ki, x-imiz 5-dir, r-imiz də 5-dir. Bu da 9, 9 və 5 45, 45 plus 5 50 olur, düzdürmü? Deməli belə. Biz burada nəyi bildik? Ümumi hər hansı bir ədəddən başlayıb r artan bir sıranın bu şəkildə yazıldığını bildik. İndi bəs yaxşı. Burada bu sırada neçə dənə element var? Sıraz deyərsən ki n dənə. Yox, n dənə deyil. N dənə nə vaxt olur? Əslində n dənə deyə, amma n dənə demək doğru deyil. Çünki n dənə biz o vaxt deyirik ki, məsələn 1, 2, 3, 4, 5, neçəyə qədər? N-ə qədər. Yəni 1-1 artır, n-ə qədər gedir. Əslində normal belə bir sıra olanda bizdə, biz bilirik ki, burada neçə dənə ədəd var, yəni hədd var. N dənə. Yəni necə ki 1-dən 30-a qədər olanda demirdik 30 dənə var. Burada 1-dən n-ə qədər olanda sıraz bilirik ki n dənədir. Amma siz burada deyə bilməzsiniz ki, burada n dənə var. Burada x plus y r dənə var. Niyə deyə bilmirsiniz? Çünki bu sıra tutaq ki n deyək ki onda 100 oldu. Burada 100 oldu, düzdürmü? O deməkdir ki burada 100 dənə ədəd var. Yəni bu sırada. Yox, bu sıra 5-5 artır da axı, məsələn. Ondan da arta bilər, 20-20 də. Məsələn 20-20 artsa ən axırıncı elementi 100-dürsə, sən deyəsən ki 100 dənə burada hədd var. Yox. 20-20 artırsa, məsələn 0-dan başlasa 5 dənə həddi var onun.
20, 40, 60, 80, 100. Başa düşdün? Ona görə n deyə bilmirik. Amma n deyə bilməliyik ki, biz deyək ki, bu sırada neçə dənə elementimiz var bizim. Yəni bu x plus y eri biz bir n-ə çevirə bilməliyik. Başa düşdünüz? N şəklində göstərməliyik. Yəni bu şəkildə göstərməliyik ki, rahat deyək ki, qardaş, burada n elementim var. Все, tapdım. Bəs yaxşı, necə eləyəcəyik onu? Bunun üçün sizə bir dənə belə deyim, bu konunun açarı kimi bir şeydir də, yəni bu. Məsələn, bir dənə sıram var. 5, 10, 15, 20, 25, 30. Düzdürmü? İndi ta ki sən buradan gözünüzü baxıb deyə bilmirsən ki, burada neçə dənə element var, düzdürmü? Bax, sənə buradakı elementlərin nə olduğu, 5, 500, 1000, 1500 olduğu və yaxud ki 5, 10, 15 olduğunun heç bir önəmi yoxdur. Nə olursa olsun, sənə burada önəmli olan şey nədir? Sual nədir? Burada neçə dənə element var, düzdürmü? Onda mən bu elementləri nə olduğu mənə əhəmiyyətli deyilsə, mən bunları sadələşdirərəm. Məsələn, sadələşdirib nə edə bilərəm? Hamısını bölərəm 5-ə. Olsun da dəyişsin də, dəyəri dəyişənə görə nə olacaq ki, sayı dəyişmir ki. Nə olacaq? Onda olacaq bu 2, 3, 4, 5, 6. Amma indi baxın, bir var bu şəkildə baxasınız, bir də var bu şəkildə. Bu şəkildə baxan ki, mən deyirəm ki, burada 6 dənə element var, başa düşdün. Ən sonuncu həddə baxıram, deyirəm 6 dənə element var. Amma burada onu deyə bilmirəm. Burada onu deyə bilmirəm. Ona görə nə etməliyəm? Mən həmişə sıranı elə bir hala salmalıyam ki, mən bunu rahat bir şəkildə görə bilim. Yəni burada da eyni şəkildə bu x plus y eri n halına salmalıyam. Okey, onda bunu başlayaq necə eləyirik? Gəlin bu sıranı sadələşdirək. İlk olaraq bütün elementlərin hamısından x çıxacam. Çıxılsın x. Yəni birinci element var ha. Mən bunu nə etməliyəm? Sadələşdirməliyəm. N halına salmalıyam. Bütün elementlərin x-i çıxıram. Nə olur? 0 r 2r 3r və bu x plus y-dən də çıxsam nə eləyir? y-r. Düzdürmü? Baxın, belə bir sıra əldə elədim bu səfər. Bunu biraz da sadələşdirməliyəm. Dedik ki, hansı hala salmalıyıq? 1 plus 2 plus 3 n-ə qədər ki, biz burada rahat görək, deyək ki, n dənə sıramız var. Nə edirəm? R-ləri də yox eləyərəm. Bütün sıranı da bir də bölərəm r-ə. 0-ı r-ə bölsəm elə 0, r-ə r-ə 1, 2-ri r-ə 2, 3-ri r-ə 3 və y-ri də r-ə bölsəm y. Aha, oje oxşadı bir şeyə. Amma bizim sıramız hələ də 0-dan başlayır. Biz dedik ki, 1-dən başlasın ki, biz rahat deyək ki, bu sonuncu element n-dir. Onda hamısının üstünə bir dənə də 1 gəlim. 1, 2, 3, 4, y plus 1. Okey. Deməli, mənim burada artıq neçə dənə elementim oldu? Y plus 1 dənə elementim oldu. Niyə? Baxıram, çünki bu sıraya nə edirdi? 1, 2, 3, 4, 5, 6, n-ə qədər olan sırada n dənə var. Deməli, 1, 2, 3, 4, y plus 1-ə qədər olan bir sırada neçə dənə var? Y plus 1 dənə elementim var imiş. Yəni, indi n-ə salmaq məcburiyyətində deyilsə, artıq bilirsən ki, y plus 1 dənədir. Düzdürmü? İndi baxaq qaydanın davamına. Burada bunları siləcəm. Bu qaydada var. Okey. Burada eyni şeylər eləmişəm. Eyni şəkildə birinci x-i çıxmışam, sonra r-ə bölmüşəm. Sonra isə hamısının üstünə 1 əlavə eləmişəm və bu zaman hədlərin sayı heç vaxt dəyişmir. Sadəcə hədlərin öz dəyərləri dəyişir. O da mənə vacib deyil onsuz da. İndi gəlin uşaqlar, biz burada artıq neçə dənə bir elementin olduğunu bilirik. Yəni bunu siz qabağınıza çıxan hər hansı bir sırada, məsələn 6, 12, 18, 24, 20 neçə, məsələn gedib 60-a qədər. Burada hamısını tutaq ki, 6-ya bölsəz nə olacaq? 1, 2, 3, 4, neçəyə qədər? 10-a qədər. Məsələn, 6-dan 60-a qədər bilmirdin neçə dənə ədəd var, amma 1-dən 10-a qədər bilirsən ki, 10 dənə ədəd var, başa düşdün. Hamısını bu şəkildə tapa bilərsən. Amma məsələn, tutaq ki, desə ki, 6-dan başlayıb 600-ə qədər, 600-ə qədər. Əslində bunu da eləyə bilirsən, amma burada ümumi bir, daha fərqli bir situasiyalar baş verir. Necə? Əslində heç fərqli situasiya baş vermir. Hamısını bu şəkildə tapa bilirsən. Amma yenə də ümumi bir düsturu çıxardaq burada.
Baş verirsə də bu dəqiqə açıq deyim, hər hansı bir sual ağlıma gəlmir ki, sizə izah edeyim ki, yəni məsələn burada problem çıxır, amma hər halda biz burada ümumi bir düstur çıxartmalıyıq ki, hər hansı bir sırada neçə dənə hədd var. R artan bir sırada neçə dənə hədd var. Deməli, birinci bizim element sayımız bu idi. Və biz bunu nə etdik? Gətirdik, çevirdik buna. Bəs yaxşı, bunu buna çevirmək üçün biz nə vardıq? X plus y r'dən birinci x'i çıxdıq. Yəni birinci həddi çıxdıq. Sonuncu həddən birinci həddi çıxdıq. Okey, sonuncu hədd çıxılsın. Birinci hədd. Sonra nə etdik? Bundan bunu çıxanda alındı YR. Sonra nə etdik? YR-i də böldük R-ə. R nə idi? Artım. Bölünsün R. R-ə bölündən sonra hamısının üstünə nə etdik? Bir dənə 1 gəldi. Üstünə də 1 gəldi. Yəni ümumi formulumuz nə oldu? Sonuncu çıxılsın birinci bölünsün R plus 1. Nə deməkdir bu? Məsələn, 4-dən 82-yə qədər artan bir sıra var. 6 artır bu. 6. Nə olur? 82, yəni ən axırıncı element çıxılsın birinci element bölünsün 6 artırsa 6-ya və ən sonunda üstünə 1 gəlirik. Neylədik? Eyni burada. Sonuncudan çıxdıq birincini, sonra böldük R-ə, sonra da ən son üstünə neydik? 1 gəldik. Eyni bax bu düsturda bu da. 82-dən 4 çıxan neçə eləyir? 78. 78 6-ya bölünür, həm bölünür. 1, 3, 13, 14 dənə deməli element var imiş burada. Burada əslində deməli 14, 14 deyil, 4, 10, 16 dəqiqə. Bəli, bax, gör nə yaxşı sual dedim Paput özümdən. 4, 10, 16, neçəyə qədər? 82-yə qədər. Baxın, burada 6 artır bu sıra. Amma məsələn, hər element 6-ya bölünmür ki. Məsələn, bayaq kimi deyirdim, 5, 10, 15. Məsələn, bölək tapaq. Ona görə nə edirik? Ümumi bir düstur çıxardırıq. Bu sıra 6 artır. 6 artırsa, nə edirəm mən buradan? 82-dən, yəni bütün elementlərdən nəyi çıxıram? 4-ü çıxıram birinci. Bundan, dəqiqə bunu da sizə yazım, vizual olaraq göstərim. Rahatlaşım. 82-dən çıxıram, yəni bütün elementlərdən çıxıram 4-ü. Olur burası 0, 6, yox, 6-nı çıxıram. 0, 4, bir dəqiqə, yox, 4-ü çıxıram, 4-ü birinci çaşdım mən də, çaşdım. Deyirəm, baxın, nəsə, bütün elementlərdən nə edirdik? X-i çıxırdıq birinci. X-i çıxanda neçə olur? 10-dan 4-ü çıxanda 6, 16-dan 4-ü çıxanda 12 və 82-dən 4-ü çıxanda edir 78, düzdürmü? Və sonra nə edirdik? Burada alınırdı bizdə elə bil ki, YR artıma bölürdük bunların hamısını. Yəni 6-ya bölürdük. 0, 1, 2, burada neçəyə qədər gedirdi? 10, 6-ya bölənmirəm 78-i. Allah, deməli 1, 13. Və sonra da üstünə 1 gəlirdi hamısının ki, sıramız 0-dan yox 1-dən başlasın. 1, 2, 3, 14-ə qədər. Yəni bunu hər dəfə belə eləməyimizə ehtiyac yoxdur. Yəni ümumi olaraq nə edirik? Çıxırıq buradan bunu, yəni hamısının sonuncudan birincini çıxırıq, bölürük R-ə, R böləndən sonra da buradan çıxdıq, böldük R-ə, üstündə 1 gəlirik. Ümumi olaraq bir dənə bunu eləyim, qutarsın, çıxsın, geçsin. Bitdi. Bu belə. Çox uzatmayayım, dərsi çox uzatmayayım. Deməli, siz nəyi bildiniz? Bura qədər olan dərsin nəyi öyrəndiniz? Ardıcıl ədədləri öyrəndiniz. Ardıcıl ədədlərdən sonra ardıcıl sıraları, yəni ritmik sıraları öyrəndiniz. Ritmik sıralarda neçə dənə hədd var, onu öyrəndiniz. Neçə dənə hədd var, onu. Hər hansı bir ədəddən başlayıb, hər hansı bir ədədə neçə dənə hədd var, bunu da tapmağı öyrəndiniz. Hər hansı bir həddə R artanda da neçə dənə ədəd var, onu da öyrəndiniz. İndi nəyə öyrənək?
dəqiqə. Burada ümumi düstur da yazmışam sizin üçün. Bütün izahları da yazmışam. Demək ki, sırada y plus 1 dənə hədd var imiş. İndi son həddi olan x plus y-in necə y plus 1-ə dönüşdüyünə baxaq. İlk öncə x plus y-dən x-ə çıxdıq. Nə elədik, nə vardıq? Hamısını addım-addım yazmışam yəni bura. Ümumi düstur da yazmışam. İndi nəyə öyrənək? Sonlu ardıcıl ədədlərin toplanması. Yəni bu tapdığımız sıralar var ha. İndi onların bəs ədədlərinin, hədlərinin cəmi nədir? Bax, hədlərinin cəmini tapmağı da öyrənək. Bu imенно bu düsturu kinosu da olmalıdır. Friedrich Gauss idi, səhv eləmirəmsə. Dünyanın ən böyük riyaziyyatçılarından biridir. Hətta deyəsən bütün riyaziyyatçılar ilə onu ən böyük kimi qəbul edirlər. Bunu, imенно bax bu bölməni, bu alt başlığı orta məktəbdə kəşf edib, yəni tapıb. Hətta kinoda qoyaram həmin o kinonun hissəsini bura. Kinoda müəllim sualı verir, deyir ki, 1-dən 100-ə qədər olan ədədlərin cəmini tapın. Gauss da bunu tapır. Müəllim neçə tapır? 5050 tapır deyəsən. 5050 olur, çünki 50 tam onda 5 eləyir. Onda 100-ə vuranda 50 tam onda 5-i 100-ə vuranda 5050. Müəllim də təzən eləyir, adına çubuq götürür, başlayır döyməyə ki, yəni bu sual necə tapdı. Okay, indi biz də baxaq, biz də öyrənək Gauss'un orta məktəbdə tapdığını. Ardıcıl ədədlərin sonsuz olduğunu bilirik. Yəni ardıcıl cüt ədədlər var, ardıcıl tək ədədlər var, hamısı onlar sonsuz gedir. İndi isə yəni biz sonsuzun cəmini tapa bilmərik. Əlbəttə ki, biz sonlu miqdarda olanları tapacağıq. Yəni hardan başladığı və harda bitdiyi bəlli olan ardıcıl ədədlərin toplamını tapmağı öyrənəcəyik. İndi burada ilk başda 3 dənə nümunə vermişəm. Bunu niyə vermişəm? Məntiqi başa düşməyə üçün vermişəm. Məsələn, 1, 2, 3, 4, 5 cəmi 15 eləyib. 4, 5, 6, 7, 8, 30 eləyib. 12, 13, 14, 15, 16, bu da 70 eləyib. Deyir ki, bu toplamların hamısını, yəni ümumi baxıb qısa bir zamanda eləyə bilirik. Amma önəmli olan, yəni böyük bir toplamalar olanda bunu ən qısa zamanda eləməkdir. İndi burada diqqətlə baxın, uşaqlar. Deməli, cavabların hamısında ortadakı ədəd var ha. Baxın, bu ortadakı ədədir. Buradakı bu sırada olan ədədlərin sayına vursaq bizə bunu verir. Məsələn, ortadakı ədəd 3-dür. 1, 2, 3, 4, 5-də 5 dənə. Yəni 1, 2, 3, 4, 5-də 1-dən 5-ə qədər neçə dənə sıra olduğunu siz bilirsiniz artıq. 5 dənə. Ortadakı ədəd də 3-dür. 3-ü buranda 5-ə cavab 15 eləyir. Baxın, burada 4-dən 8-ə qədər neçə dənə element var? 1-dən 8-ə qədər 8, ondan 3-ünü çıxsan 5 dənə element var yenə. Ortadakı element nədir? 6. 5 dənə elementin sayını vururam. Ortadakı də cavab yenə 30 eləyir. Cəmini tapmış oluram. Eyni şəkildə 12-dən 16-ya neçə dənə ədəd var? 1-dən 16-ya qədər 16 dənə, onun da 11-ini çıxsam 5 dənə ədədim var. Ortadakı ədədin neçədir? 14. 14-ü 5-ə vursam yenə mənə cəmi verir. Ümumi olaraq nəyi bilirəm? Yəni nə cür bir sıra olursa olsun, bu sıranın ortadakı ədədini götürüb 5-ə vuranda mənə cəmi verir. Bəs yaxşı, niyə 5-ə? Yəni bu təsadüfdür, şansdır. Yox, təsadüf, şans falan deyil. Yəni buradakı sıranın sayına vururuq əslində. Buradakı 3 dənə sıranın 3-ü də 5 dənə yəni sırasının sayı 5 idi deyə hamısını 5-ə vurdu. Sıranın sayı 7 olsa, məsələn sırada 7 dənə ədəd olsa, yenə ortadakını tapıb bu səfər 7-yə vurmalısınız və yenə cəmi alacaqsınız. Ümumi olaraq nəyə başa düşürsünüz? Ardıcıl sıradakı hədlərin sayını tapıb ortadakı ədədə vursaz, sizə cəmi verilmiş olur. Məsələn, burada 7 elementli bir toplama vermişəm. 7 dənə həddən ibarət olan bir toplama vermişəm. Burada ortadakı ədəd nədir? 10-dur. 10-u vururam 7-yə, 70 eləyir. Gedin bunu kalkulyatorda açın, toplayın, 70 eləyir cəmi. Bəs yaxşı, ədədlərimiz cüt olsa, yəni tutaq ki, buradakı bütün ədədlər təkdir. Tək olanda ortada bir ədədin olduğunu tapa bilirik, hansı ədəddirsə onu. Yəni, ortadakı ədədi 3-ü bu tərəfdə, 3-ü bu tərəfdə. Yəni, buradakı ortadakı ədədi tapmaq olur. Bəs cüt olanda tapmaq olmur. Məsələn, 1, 2, 3, 4. Burada biraz tələsirəm, video çox uzanmasın deyə. 1, 2, 3, 4. Burada cüt ədəddir də, düzdürmü? 4 dənə ədədim var. Bunun ortasındakı ədəd yoxdur ki, ortasında vergüldür.
Düzdürmü? Yoxdur orada ədəd. Necə tapırsınız? Əslində belə deyim, oradakı 2 ədədi tutub 2-yə bölsəz tapırsınız. Amma oradakı 2 ədədi tapmağa da, yəni o ortadakı 2 ədədi də tapa bilmirsiniz normalda. Məsələn, tutaq ki, 1-dən 500-ə qədər olan bir sırada nə edirsiniz? Oradakı 2 ədədi tapa bilmirsiniz. Qaldı ki, oradakı ədədi tapasınız. Ona görə oradakı ədədi də tapmağın yolu nədir? Ən sonuncu elementdən ən birinci elementi toplayıb 2-yə bölsəz 4 plus 1 bölünsün 2 sizə 2,5-i verəcək. Deməli 1 ilə 4-ün arasındakı olan ədəd neçədir? 2,5. Burada neçə dənə element var? 4 dənə element var. 2,5-i 4-ə vursaz 10. Deməli 1, 2, 3, 4 toplamı 10 eləyir sizə. Cüt ədədlər olan nə edirsiniz? Ortadakı ədədi tapa bilmirsiniz. Ümumiyyətlə nəinki tək, nəinki cüt, yəni fərqi yoxdur. Nə olursa olsun, tək, cüt, fərqi yoxdur. Yəni, uzun bir ədəd gördünüz, məsələn 1-dən 738-ə qədər. Düzdürmü? Ortadakı ədədi necə tapırsınız? 738 plus 1 bölünsün 2. Ən axırıncı ədədlə birinci ədədi toplayırsınız, 2-yə bölürsünüz. Ortadakı ədədi tapmağa bildiniz. Toplamasının yarısını alacaq. Bu da qaydalarda yazmışım. Yəni toplamının yarısını alacaq. Baxın burada məsələn 3, 4, 5, 6. 6 ilə 3 toplayırsınız 9. 9-u 2-yə bölürsünüz 4,5. 4,5-də 4-ə vurursunuz 18. İndi unutmayaq ki, ortadakı ədəd hər zaman ən başdakı ədəd ilə ən sondakı ədədin toplamının yarısıdır. Ən sondakı ilə ən başdakı ədədin toplamının yarısıdır. Və biz onda artıq nə edirik? Düstur çıxarda bilirik buradan. Deməli, hər hansı bir ardıcıllıq varsa, onun hədlərinin cəmini tapmaq üçün ortadakı ədədi tapıb n-ə vursaq, yəni onun element sayına vursaq, cəmi tapmış oluruq. Onun üçün də nə edirik? 1 plus 2 plus 3 plus n-ə qədər bir sıramız var. n plus 1, yəni ən sonuncu ədəd plus birinci hədd bölünsün 2, vurulsun n. Baxın, bu. 1-dən n-ə qədər ardıcıl artan ədədlərin cəmidir. Baxın, amma 2 zad artısa tapa bilmirik hələ də, düzdürmü? Biz sadəcə hər hansı bir sıradan başlayıb bir-bir artan ədədlərin ardıcıllığın cəmini tapa bilirik. Bunu unutmayaq. Bəs yaxşı. Qoy ona keçməmiş, burada bilirəm. Qaydada 1-2 dənə söhbət var, onları da izah edeyim. Məsələn, 1-dən 2n-1-ə qədər olan ardıcıl tək ədədlərin toplamını isə tapa bilirik. Məsələn, necə? Ardıcıl tək ədədlərdirsə. Hətta cütləri belə tapa bilirik. İndi onu da göstərərəm sizə. Cütləri yazmamışam, səhv eləmirəmsə burada. Onu özüm göstərərəm. Hə, yazmamışam. Deyir, 1-dən 2n-1-ə qədər. Bu çox maraqlıdır. Buna bir diqqətlə qulaq asaq. 1-dən 2n-1-ə qədər. 2n-1 niyə 2n-1 yazıb? Bura n yazmayıb. Çünki n yazsa düz olmaz. Yəni n nədir? 1, 2, 3, n-ə qədər, düzdürmü? Amma 2n-1 təkdirsə, təkləri necə ifadə edirik biz? 2n-1 və yaxud da ki 2n plus 1 ilə. Niyə? 2n cütdür, amma plus 1 və yaxud da ki 2n-1 isə həmişə təkdir. Yəni təki bu simvolizə edir, başa düşdünüz? 2n məsələn n-in yerinə nə qoyursunuz qoyun? Məsələn 3 qoyun. 2-ni 3-ə vursaz 6, 6-nın üstünə 1, 7. Həmişə tək verir. 1-dən 2n-1-ə qədər ardıcıl tək ədədlərin deyir toplamı n kvadratıdır. 2n-1-ə qədər. Deməli, son həddimiz bəllidir. Birinci həddimiz də bəllidir, düzdürmü? Amma aralarında neçə dənə ədəd var, onu bilmirəm mən. Yəni, deməyin ki, n dənə yoxdur, uşaqlar. N dənə 1-dən n-ə qədər, yəni o deməkdir ki, bir-bir artır. Bu bir-bir artmır. Tutaq ki, n 100-dür. O demək ki, burada 100 dənə ədəd var. Xeyr, yoxdur. Bu 2-2 artır. Ona görə nə etməliyik? Bunu n vəziyyətinə gətirməliyik. N vəziyyətinə gətirmək üçün nə edirik? Sırazı bu 2n-1-i n vəziyyətinə salmaq üçün sırazı bütün hədlərin üstünə nə edirəm? 1 gəlirəm. 2, 4, 6, burada 2n. Nə oldu bu? Cüt ədədlər oldu ki. Üstünə 1 gələndə ki, burada 2n qaldı. Amma mənə n lazımdır. N vəziyyətinə salmalıyam. Onun üçün nə edirəm? Hamısını 2-yə bölürəm. 1, 2, 3, n. Gördünüz, gəldi artıq bu sıraya. İndi deyə bilərəm ki, burada n dənə elementim var.
Əgər bunu gətirə bilirəmsə bu vəziyyətə deyə bilirəm ki, n dənə element var. Yəni niyə? Ona görə ki, yəni burada bu belə deyim də, ha 1 3 5 getdi, ha 1 2 3 getdi. Heç bir fərqi yoxdur. Bu hədlərin dəyərinin dəyişməsi onun sırasının hədlərinin sayının dəyişməsi demək deyil. Bunu yuxarıda izah eləmişdim sizə. Okay, deməli neçə dənə hədd var burada? N dənə həddimiz var imiş. Biz ən sonuncunu da bilirik, ən birincini də bilirik. Yəni 2n-1 düsturumuz da necə idi? Sonuncu ilə birincinin toplamı, yəni sonuncu plus birinci bölünsün 2, vurulsun hədlərin sayı. Hədlərin də sayını n olduğunu bildik. Deməli bu birlər getdi, ikilər ixtisar getdi, qalır n vurulsun n kvadrat. Okay, bu ardıcıl tək ədədlərin cəmisi. İndi isə ardıcıl cüt ədədlərin cəminə baxaq. Ardıcıl cüt ədəd deyəndə artıq 1-dən yox, 0-dan başlamalıyıq. 2 dənə başlaya bilərik əslində. İndi 0-dan başlayaq. 0, 2, 4, neçəyə qədər? Əlbəttə ki, 2n-ə qədər. N-ə qədər olmaz uşaqlar. N yazmaq düzgün olmaz. Cütdürsə bu ən axırıncı ədəd də cüt olmalıdır. Və yaxud da ki, təkdirsə ən axırıncı ədəd də tək olmalıdır. Belə şeylərə diqqət edin. Elə hər sıranın axırına n yaza bilməzsiniz, başa düşdünüz? İndi bunların cəmini tapmaq üçün biz ən sonuncu həddi bilirik, ən birinci həddimizi də bilirik. Amma neçə dənə element olduğunu burada bilmirik. Nə etməliyik? 2n-i n-ə çevirməliyik, düzdürmü? Ki, bilək ki, burada n dənə elementimiz var. Hələ bilmirik burada neçə dənə element var. Okay, onda açsa bilirik n dənə, amma onu n-lə ifadə eləmək lazımdır ilk olaraq. Yəni bu şəkildə düşünün. N-lə ifadə eləmək üçün ilk olaraq sıradakı hər elementi, hər həddi 2-yə bölürəm mən. Olur bura n. 0-ı 2-yə bölsəm 0, 2-ni 2-yə bölsəm 1, 4-ü 2-yə bölsəm 2, 6-nı 2-yə bölsəm 3 və n-ə qədər, düzdürmü? İndi bizim sıramız artıq biraz düzəldi, amma həmişə deyirdik ki, sıranı 1-dən başlatmalıyıq. Ona görə bütün elementlərin üstünə bir dənə 1 gəlirəm. Onda olur bura n plus 1, 1, 2, 3, 4. Artıq baxın, sıra 1-dən başlayır. Bunu da biraz pis yerdə yazdım. n plus 1. Baxın, sıramız 1-dən başlayır. Deməli, sıramızda neçə dənə element var imiş? n plus 1 dənə. n dənə yox, n plus 1 dənə var imiş. Düzdürmü? İndi ən sonuncu elementi bilirəm. Ən birinci elementi də bilirəm. Və neçə dənə element olduğunu da bilirəm artıq. Neyinirəm? Cəmini tapanda. Ortancıl ədədi tapıram. Yəni, sonuncu hədd üstə gəlinsin birinci hədd. Bölünsün 2. Ayda, niyə belə çaşıram? Birinci həddim 0 deyə mənim. Və vurulsun elementin sayı n plus 1. Burada 2-lər gedər, nə qalır? N vurulsun n plus 1. Deməli, ardıcıl cüt ədədlərin cəmi nə imiş? Bu düsturdan tapılmış. N vurulsun n plus 1. Və gəlirəm dərsimizin ən son alt başlığına. Ən son alt başlıqda hər cür ardıcıl sıranın hədlərinin cəmini tapan düstur deyəcəm. Əslində bu yuxarıda danışdıqlarımızın eynisidir, sadəcə ümumiləşdirilmiş bir haldır. Və bu düsturun da necə çıxdığını sizə göstərəcəm. Qaydını oxuyaq. Deməli deyir ki, artıq sıradakı hədlərin sayını tapan bir düstur bildiyimizə görə, sıradakı hədlərin sayını tapan düstur nə idi? N bərabərdir. Axırıncı element çıxılsın birinci element bölünsün R, yəni artın. Üstünə də bir dənə 1 gəlirdi. Bu bizim hədlərimizin sayını tapan düsturumuz idi. İndi biz nə deyir qaydanın davamında? Deyir bizə A1-dən AN-ə qədər R ardıcıllıqla artan ədədlərin cəmi üçün bir düstur çıxarda bilərik. Bunu biliriksə. Okay, çıxardaq. Deməli, biz bunun əvvəlki alt başlıqda əslində hədlərin cəmi düsturunu bilirdik. Sadəcə orada ardıcıl sıramız 1-dən başlayıb n-ə qədər gedirdi və biz bilirdik ki, burada n neçə dənədir?
Onu da məsələn ortancıl ədəd tapıb n-ə vururduq, tapırdıq. Bəs yaxşı, indi n-in neçədən olduğunu bilməsək, yəni bu sıra 1-dən başlamasa necə olacaq? Deməli, bunu hələlik silirəm, çünki bu da var. Buradan baxa bilərsiniz ona. Bizim hədlərin cəmi düsturumuz isə bu idi. Baxın, bu, heç bunu da yazmıram, bu idi. Yəni, sonuncu hədlə birinci həddin toplayıb bölürdük 2-yə. Niyə? Ortadakı ədədi tapmaq üçün. İndi bu biraz fərqli formada yazıb. Əslində eyni şey də biz belə yazırdıq. AN plus A1, yəni axırıncı hədlə birinci həddi topla, böl 2-yə, ortadakı ədədi tap və sonra da buradan vur n-ə. Bu indi bunu biraz fərqli. Yəni vurğuların yerini dəyişib sadəcə. Bu birinci vurğudur, bu ikinci vurğudur. Yerlərini dəyişib. Heç bir fərq olmur. Biz bu düsturdan cəmi tapırdıq. Amma burada n-i bilirdik. İndi n-i bilmədiyimiz halda nə edəcəyik? Bizim bir də n-i tapan bir düsturumuz var idi. Baxın, bu n-i düsturunu gətirib qoyacaq bura. Gətirək qoyaq. Deməli, bunu biraz aşağıdan yazım. AN plus A1 bölünsün 2 vurulsun n yerinə gətirib yazıram. Bunu. Birinci hədd, axırıncı hədd çıxılsın birinci hədd bölünsün R plus 1. İndi plus 1'i də buradan belə yazsam düzgün olar. Mötərizədə yazsam düzgün olar. Çünki mötərizədə yazmasam gərək mən birinci bu vurmanı yerinə yetirəm. Toplamanı sonra yerinə yetirəm. O da düzgün olmaz. Çünki biz nəyi vururuq? Bunu n-ə vururuq. N də düsturu budur. Buna birinci toplamanı eləyək. AN plus A1 bölünsün 2 vurulsun. Toplamadan bizə nə verir? Ortaq məxrəc R, R. Burada qalır AN çıxılsın A1. Burada nə qalır? Plus R. 1 ilə bunu toplasaz. İndi bunları vuraq. Vursanda da deməli məxrəcləri vururuq 2R. AN plus A1 vurulsun. AN minus A1 plus R. Baxın, bu düstur. Yəni bu düsturu bu şəkildə iki dənə düsturun birləşməsi şəklində yaza bilərsiniz. Amma sizə nə yalan deyim, mən açıq deyim, bu düsturu heç vaxt əzbərləməmişəm, heç vaxt istifadə eləmirəm. İndi sizə bir nümunə üzərindən göstərəcəm. Sadəcə bu düstur belə bir şey var. Bundan R artan ardıcıl sıranın hədlərinin cəmini tapa bilərsiniz. Amma bunsuz da tapa bilirsiniz. Məsələn, deyək ki, bir dənə primer götürək, nümunə götürək. 7-dən 84-ə tutaq ki. Bax, bu necə 7 idi? 7-dən 84-ə 7 artan bir sıramız var. 7 artırır bu sıra. Və sizdən bunun cəmini istəyir. Əlbəttə ki, götürüb bu düsturun yerinə hamısını qoyub yaza bilərsiniz. Əzbər. AN plus A1, yəni sonuncu hədd plus birinci hədd nə eləyir? Sonuncu həddim budur, birinci həddim budur. Eləyir 91. Vurulsun, sonuncu hədd çıxılsın birinci hədd. Yəni 84-dən 78 çıx. Eləyir 77. Üstünə də R gəl. R də nədir? Artındır. 77'nin üstünə 7 gəlsəm 84 eləyər. Bölürəm nəyə? 2-yə. Yəni 2 vurulsun 7-yə. İndi bunları ixtisar eləsəm buradan. Burada qalacaq 42. Bunu da aparsam 6. Nə eləyir? 6'ını da vursam 91'ə. 6 və 9, 54, 546. Düsturla mən bunu 546 cəmini tapa bilərəm. Amma mən nə edirəm? Həmişəki qaydamız. Birinci burada elementlərin sayını tapıram. Elementlərin sayını necə tapırdıq? Sonuncu hədd çıxılsın birinci hədd bölünsün artım miqdarı. Yəni bax, bu düstur. 7 üstünə də 1 gəlirdim, düzdürmü? Nə eləyirdi bu? 77
10'u da 7'yə böləndə 11, 11'in üstünə 1, 12. Deməli, n-imiz nədir? 12. 70 ilə 84 arasında 12 dənə hədd var. İndi isə bizim toplama, cəmi tapma düsturumuz var idi. Nə deyirdi? Deyirdi, ortadakı ədədi tap, sonra da vur elementin sayına. Ortadakı ədədi tapmaq üçün də mən bununla bunu toplayıb, birinci həddlə 84 ilə 7'ni toplayıb, 2'yə bölsəm mənə ortadakı ədədi verəcək. Nə eləyir bu da? 90 91 bölünsün 2. Bu da 45 tam onda 5 eləyir deyəsən. Və 45 tam onda 5'i də 12'yə vuraram. Bir dəfə vuraram ona eləyər 455. Bir dəfə də vuraram 2'yə eləyər 91. Üstünə də 91 gəlsəm nə eləyir? 546. Baxın, yenə də eyni cavabı alıram. Hansı düsturla? Birinci elementlərimin sayını tapıram. Ondan sonra da ortancıları tapıb həmin elementin sayına vurmaqdır. Yəni eyni şeydir. Zaten bu düstur bunların ikisinin birləşimidir. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, hər şey aydın oldu. Əgər faydalı oldusa, bunu dostlarınızla, yaxınlarınızla paylaşmağı unutmayın. Biz isə öyrənməyə davam edirik. Növbəti videolarda görüşənədək.